İranın cənubunda Fars körfəzinin sahilində yerləşən Bəndərpol liman şəhəri bombalanıb. Əl-Hədəd telekanalının məlumatına görə insident zamanı 2 gəmi yanıb, azı 5 nəfər həlak olub. Telekanalın digər xəbərinə görə İranın Müdafiə Nazirliyinin Tədqiqat Mərkəzinin rəhbəri Əli Fuladvənd İsrail-ABŞ birgə əməliyyatı zamanı ölkənin Borucerd şəhərində həlak olub. Rəsmi Tehran hələlik bu məlumatı təsdiqləməyib. Sepah Vaşinqton İran universitetlərinə edilən hücumları pisləməsə, yaxın şərqdəki Amerika universitetlərini vuracağı ilə hədələyib. Bəyanatda həmçinin qeyd olunur ki, Vaşinqtonun cavabından asılı olmayaraq bombalanan İran universitetlərinin qisası olaraq yaxın şərqdəki 2 Amerika universiteti məhv ediləcək. Bu arada Bəhreynin Aluminium Bəhreyn şirkəti İran tərəfindən obyektlərinə hücum edildiyini təsdiqləyib. Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Şirkət bildirib ki, hazırda obyektlərə dəyən ziyanın qiymətləndirilməsi aparılır.